Azərbaycanda saatlıq minimum əmək haqqı təxirə salındı. Regional Məsələlər Komitəsinin son iclasında Əmək Məcəlləsinə təklif olunan bir sıra mühüm dəyişikliklər edilib. Uşağın doğulması ilə əlaqədar atalara 14 günlük ödənişli məzuniyyətin verilməsi, distant işin hüquqi rəsmiləşdirilməsi və tələblərin istehsalat təcrübəsi dövründə əmək müqaviləsi ilə təmin olunması kimi yeniliklər qanun layihəsində yer alıb. Bununla yanaşı bir müddət gündəmdə olan saatlıq minimum əmək haqqına keçid məsələsi isə layihəyə daxil edilməyib. Qeyd edək ki, Azərbaycanda minimum əmək haqqı aylıq nəzərdə tutulub və hazırda bu məbləğ 400 manatdır. Bir müddət əvvəl rəsmi qurumlar saatlıq minimum əmək haqqı ilə bağlı təkliflər hazırlandığını bildirsə də, hazırda Əmək Məcəlləsinə edilən dəyişiklikdə bu məsələ nəzərdə tutulmayıb və saatlıq minimum əmək haqqı barədə planlar təxirə salınıb. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, saatlıq minimum əmək haqqının tətbiqi hazırda hökumətdə müzakirə olunan məsələlərdən biridir. Onun sözlərinə görə, lakin bunun üçün mexanizmin hazırlanmasına və detallı qaydaların dəqiqləşdirilməsinə ehtiyac var. Saatlıq əmək haqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model vətəndaşların overtime, yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir. Deputat vurğulayıb ki, bununla yanaşı əmək müqavilələrinin bağlanması, onların növləri, tətbiq mexanizmi, əmək haqlarının ödənilməsi sistemi kimi məsələlər də aydın şəkildə müəyyənləşdirilməlidir. Ümumiyyətlə, əmək bazarında xüsusilə əmək haqqı sistemi ilə bağlı islahatlar əsaslandırma, hüquqi çərçivə və mexanizmlərin tam hazır olması tələb edir. Bu proseslər tamamlandıqdan sonra müvafiq islahatların icrası mümkün olacaq. Vüqar Bayramov əlavə edib ki, saatlıq əmək haqqı ilə bağlı müzakirələr davam edir və gözləntilər ondan ibarətdir ki, Azərbaycanda bir çox ölkələrdə olduğu kimi bu sistemə keçid reallaşdırılsın. Deputatın fikrincə, bunun tətbiqi yalnız mexanizmin tam hazır olması ilə mümkün olacaq.